Salam, hörmətli izləyicilərimiz, əziz təqaüdçülərimiz. Mən bu kanalın aparıcısı olaraq bugün sizə son dərəcə vacib bir məlumat çatdırmaq üçün qarşınızdayım. Bu, Dövlət Sosial Müdafiə Fondundan gələn və hər bir təqaüdçüyə birbaşa təsir edəcək bir xəbərdarlıqdır. Əgər siz təqaüd alırsınızsa və ya ailənizdə təqaüdçü varsa, bu videonu sonuna qədər diqqətlə izləməlisiniz. Bu məlumat sizin maddi sabitliyiniz, pensiya ödənişlərinizin davamlılığı üçün həyati əhəmiyyət kəsb edir. Bir an belə gecikmədən indi kanala abunə olun və bu videonu bəyənin ki, daha çox insan bu vacib məlumatdan xəbərdar ola bilsin. Sizi əmin edirəm ki, bu sadəcə bir başqa video deyil, sizin gələcək pensiya ödənişlərinizi birbaşa təsir edə biləcək bir çağırışdır. Problemin əsas mahiyyəti. Əvvəl necə idi, indi nə dəyişib? Əvvəllər illər boyu pensiya sistemi daha ənənəvi və bəzi hallarda daha az çevik prinsiplər əsasında fəaliyyət göstərirdi. Təqaüdçülərin əksəriyyəti üçün pensiya ödənişləri müəyyən edilmiş bir sistem üzrə müntəzəm olaraq həyata keçirilirdi. Vəsaitlər ya birbaşa bank hesablarına köçürülür, ya da müvafiq post şöbələri vasitəsilə nağd şəkildə ödənilirdi. Bu sistem demək olar ki, illərlə sabit qalıb və böyük dəyişikliklərə məruz qalmayıb. Təqaüdçülərdən, yəni sizlərdən, bu ödənişlərin davamlılığını təmin etmək üçün əlavə və ya mütəmadi bir aktivlik tələb olunmurdu. Yeganə əsas tələb, şəxsi məlumatlarda hər hansı ciddi bir dəyişiklik baş verdikdə, məsələn, soyadın dəyişməsi, ünvanın dəyişməsi kimi, bu barədə məlumat vermək idi. Bu, ümumiyyətlə təkrar yoxlamaların və ya şəxsiyyət təsdiqinin periodik bir prosedur kimi qəbul edilmədiyi bir dövr idi. Bəzi hallarda yalnız şübhəli əməliyyatlar və ya uzun müddətli istifadəsizlik aşkar edildikdə əlavə yoxlamalar aparılırdı. Lakin zaman keçir, texnologiya inkişaf edir və idarəetmə sistemləri daha müasir, şəffaf və effektiv olmaq üçün yenilənir. Dövlət Sosial Müdafiə Fondu ölkəmizdə pensiya sisteminin dayanıqlılığını və ədalətliliyini təmin etmək məqsədi ilə mühüm islahatlar aparır. Son dövrlərdə fond tərəfindən pensiya ödənişlərinin ünvanlılığını və şəffaflığını daha da artırmaq, sui-istifadə hallarının qarşısını almaq və pensiyaçı məlumat bazasını tamamilə aktual vəziyyətdə saxlamaq üçün ciddi addımlar atılmaqdadır. Məhz bu səbəbdən yeni bir tələb ortaya çıxıb ki, bu da bir çox təqaüdçü üçün gözlənilməz ola bilər. Yenilik ondan ibarətdir ki, Dövlət Sosial Müdafiə Fondu pensiyaçıların müntəzəm olaraq öz şəxsiyyətini təsdiq etməsini və ya müəyyən məlumatlarını yeniləməsini tələb edə bilər. Bu, sadəcə bir bildiriş deyil, əksinə sizin pensiya ödənişlərinizin davamlılığı üçün vacib bir prosedurdur. Bu prosedur əsasən bir neçə məqsədə xidmət edir. Birincisi, vəfat etmiş şəxslərin adından pensiya ödənişlərinin qarşısını almaqdır ki, bu da dövlət büdcəsinə ciddi ziyan vuran bir problemdir. İkincisi, bəzi hallarda pensiyaçının ölkə hüdudlarından kənarda yaşaması və ya müəyyən statusunun dəyişməsi səbəbindən pensiya hüququnun itirilməsidir. Üçüncüsü, şəxsi məlumatlarda baş verən dəyişikliklərin, şəxsiyyət vəsiqəsinin yenilənməsi, soyad dəyişikliyi və s. baza ilə uyğunlaşdırılmasıdır. Bu addım bütün pensiya sistemini daha sağlam, daha ədalətli və daha etibarlı etmək üçündür. Bəs bu dəyişikliklər konkret olaraq nə deməkdir? Bu o deməkdir ki, sizdən, yəni təqaüdçülərdən, fond tərəfindən müəyyən edilmiş müddət ərzində şəxsiyyətinizi təsdiq edən sənədlərinizi yenidən təqdim etməyiniz və ya müvafiq yerlərdə qeydiyyatdan keçməyiniz tələb oluna bilər. Əgər bu tələbə əməl edilməzsə, təəssüf ki, pensiya ödənişləriniz müvəqqəti olaraq dayandırıla bilər. Bu, pensiya sisteminin yeni, daha müasir bir mərhələyə keçidinin bir hissəsidir və hər kəsin məsuliyyətli yanaşmasını tələb edir. Əsas hissə 1. Nəyi bilməlisiniz? Kim narahat olmalı, kim narahat olmamalıdır? Bu məlumatın əsas mahiyyətini başa düşmək üçün bəzi vacib məqamları aydınlaşdırmalıyıq. İlk növbədə kimlər bu barədə daha çox düşünməli və kimlər nisbətən sakit qala bilər? Ümumiyyətlə, Dövlət Sosial Müdafiə Fondu mütəmadi olaraq pensiya alan hər kəsin məlumatlarının aktuallığına ehtiyac duyur. Lakin bəzi qruplar üçün bu tələb daha da aktuallaşır və daha ciddi yanaşma tələb edir.
İlk növbədə narahat olmalı olan qrup uzun müddətdir ki, ölkə xaricində yaşayan, pensiyasını Azərbaycandakı bank kartına və ya hesabına alan təqaüdçülərdir. Təsəvvür edin ki, Əhməd dayı 75 yaşında Bakıda təqaüdə çıxıb, lakin 10 il əvvəl övladlarının yanına Almaniyaya köçüb. Pensiyasını isə Azərbaycandakı Kapital Bankda olan kartına alır. Əhməd dayı Bakıdakı ünvanında qeydiyyatda olsa da, fiziki olaraq illərdir Azərbaycanda yaşamır. Dövlət Sosial Müdafiə Fondu belə hallarda pensiya ödənişlərinin həqiqətən də haqq sahibi tərəfindən alındığından əmin olmaq istəyir. Əgər Əhməd dayı uzun müddət ölkədə görünmürsə və fonddan gələn hər hansı tələbə reaksiya vermirsə, onun pensiya ödənişləri şübhə altına düşə bilər. Belə bir vəziyyətdə fond Əhməd dayının ölkədə olmamasını və ya hər hansı bir dəyişikliyi aşkar etdikdə ödənişləri müvəqqəti dayandıra bilər. Məqsəd, ödənişlərin yalnız canlı və pensiya almağa hüququ olan şəxslərə çatmasını təmin etməkdir. Bu cür vəziyyətlərin qarşısını almaq üçün Əhməd dayı kimi təqaüdçülər ya ölkəyə qayıdıb öz şəxsiyyətlərini təsdiq etməli, ya da müvafiq konsulluq və ya səfirlik vasitəsilə lazımi sənədləri təqdim etməli olacaqlar. İkinci risk qrupu son illərdə şəxsiyyət vəsiqəsini yeniləmiş, lakin bu barədə fonda məlumat verməmiş şəxslərdir. Məsələn, Fatma xala 80 yaşlı bir nənə köhnə tipli şəxsiyyət vəsiqəsi ilə pensiya alırdı. Yeni tipli, çip formatlı şəxsiyyət vəsiqəsi ilə əvəz etdi, lakin bu dəyişikliyi pensiya fonduna bildirmədi. Baxmayaraq ki, əksər hallarda dövlət qurumları arasında məlumat mübadiləsi avtomatik baş verir. Bəzən texniki səbəblərdən və ya sistem uyğunsuzluqlarından bu məlumatlar lazımi şəkildə ötürülməyə bilər. Əgər fondun məlumat bazasında sizin şəxsiyyət vəsiqənizin köhnə nömrəsi qalmışsa və yeni nömrə ilə bağlı uyğunsuzluq yaranırsa, bu da bir problem kimi qiymətləndirilə bilər. Nəticədə pensiya ödənişlərinin dayandırılması riski ilə üzləşə bilərsiniz. Bu, adətən fondun sistemində bir xəta yox, məlumatların aktuallığını qorumaq üçün təqdim olunan bir tələb kimi ortaya çıxır. Üçüncü kateqoriya isə pensiyasını poçt şöbəsi vasitəsilə nağd şəkildə alan və bir müddət pensiyasını götürməmiş təqaüdçülərdir. Təsəvvür edin ki, Gülarə xala 70 yaşında. Pensiyasını hər ay Bakıdakı poçt şöbəsindən alır. Lakin son 3 ayda xəstəlik səbəbindən pensiyasını götürə bilməyib. Fondun sistemində bu cür uzun müddətli passivlik qeydə alındıqda, bu da pensiyaçının vəziyyəti ilə bağlı suallar yarada bilər. Yəni, Gülarə xalanın sağ olub olmaması, pensiya almağa davam edib etməməsi ilə bağlı şübhələr yarana bilər. Belə hallarda fond ödənişləri müvəqqəti dayandıraraq, Gülarə xalanın özü və ya onun səlahiyyətli nümayəndəsi vasitəsilə şəxsiyyət təsdiqini tələb edəcəkdir. Bu, hər şeydən əvvəl pensiya vəsaitlərinin sui-istifadəsinin qarşısını almaq məqsədi daşıyır. Bəs kimlər rahat olmamalıdır? Əgər siz pensiyanızı müntəzəm olaraq bank kartınıza alırsınız, ölkə daxilində yaşayırsınız, şəxsiyyət vəsiqəniz aktualdır və heç bir ciddi dəyişiklik etməmisinizsə, böyük ehtimalla ilkin mərhələdə birbaşa hədəf olmayacaqsınız. Fond, məlumat bazasındakı uyğunsuzluqları və ya riskli hesab edilən vəziyyətləri prioritet olaraq yoxlayır. Lakin unutmayın ki, bu ümumi bir çağırışdır və hər kəsin məlumatlarının aktuallığına diqqət yetirməsi vacibdir. Gələcəkdə fond bütün təqaüdçülər üçün müəyyən aralıqlarla məlumatların yenilənməsi tələbini tətbiq edə bilər. Odur ki, hətta hazırda narahat olmalı deyiləm deyənlər belə bu məlumatı diqqətdə saxlamalı və gələcəkdə tələb olunan hər hansı bir prosedura hazır olmalıdırlar. Əsas hissə 2. Qaydalara istisnalar, tələlər və qeyri-aşkar nüanslar. Hər bir qayda və ya yeni prosedurda olduğu kimi, pensiya sistemindəki bu yenilikdə də bəzi istisnalar, diqqət yetirilməli olan tələlər və ilk baxışdan qeyri-aşkar görünən nüanslar mövcuddur. Bu nüansları bilmək, gözlənilməz problemlərdən qorunmağınıza kömək edəcək. İlk istisna qrup fiziki məhdudiyyətli və ya yataq xəstəsi olan təqaüdçülərdir. Təsəvvür edin ki, Məryəm nənə 88 yaşında son 5 ildir ki, yataq xəstəsidir və evdən bayıra çıxa bilmir. O, pensiyasını ailə üzvlərinin köməyi ilə bank kartından alır. Fond Məryəm nənənin də şəxsiyyətini təsdiq etməsini tələb etsə,
Bu halda hansı addımlar atılmalıdır? Aydındır ki, Məryəm nənənin özünün DSMF-nin yerli şöbəsinə gəlməsi mümkün deyil. Belə hallarda fond tərəfindən xüsusi mexanizmlər nəzərdə tutulur. Bu, ya fondun əməkdaşlarının təqaüdçünün evinə səfəri, ya da notarial qaydada təsdiq olunmuş səlahiyyətli nümayəndənin, qohum, himayədar sənədləri təqdim etməsi yolu ilə həyata keçirilə bilər. Lakin burada bir tələb var. Səlahiyyətli nümayəndənin təqdim etdiyi sənədlər tam olmalı və müvafiq qaydada təsdiq edilməlidir. Yəni, sadə bir etibarnamə kifayət etməyə bilər. Bəzi hallarda xüsusi formada hazırlanmış sənədlər tələb oluna bilər. Məhz bu səbəbdən, belə hallarda fondun yerli şöbəsi ilə əlaqə saxlayıb, konkret vəziyyətə uyğun tələbləri çox vacibdir. İkinci qeyri-aşkar nüans, pensiya fondunun bildiriş üsuludur. Fond sizə necə xəbər verəcək? Bu, SMS, elektron poçt, poçt vasitəsilə məktub, yaxud da birbaşa sosial xidmətlər vasitəsilə ola bilər. Problem ondadır ki, bəzi təqaüdçülərin mobil telefon nömrəsi qeydiyyatda olmaya bilər, elektron poçt istifadə etməyə bilər, ya da köhnə ünvanda qeydiyyatda ola bilər. Məsələn, Cəmilə nənə 78 yaşında, mobil telefonu yoxdur, poçt qutusu isə illərdir açılmır. Əgər fond ona məktub göndərsə, bu məktub heç vaxt ona çatmaya bilər. Bu halda Cəmilə nənə xəbərsiz qalacaq və pensiya ödənişlərinin dayandırılması riskini daşıyacaq. Ona görə də özünüzün və ya yaxınlarınızın pensiya fondunda qeydiyyatda olan əlaqə məlumatlarının, xüsusən mobil telefon nömrəsi və yaşayış ünvanının aktual olub-olmadığını yoxlamaq həyati əhəmiyyət kəsb edir. Əgər hər hansı bir dəyişiklik varsa, dərhal fonda müraciət edərək bu məlumatları yeniləmək lazımdır. Üçüncü tələ, saxta xəbərlər və fırıldaqçılıq cəhətləri ilə bağlıdır. Təəssüf ki, belə vacib məlumatlar fırıldaqçılar tərəfindən sui-istifadə oluna bilər. Yəni, kimsə sizə pensiya fondu adından zəng edib, pensiyanızın dayandırılmaması üçün bank kartınızın məlumatlarını təqdim edin və ya bu linkə daxil olaraq məlumatlarınızı yeniləyin kimi təkliflərlə müraciət edə bilər. Unutmayın, Dövlət Sosial Müdafiə Fondu və ya hər hansı dövlət qurumu sizin bank kartınızın tam nömrəsini, CVV kodunu, PIN kodunu və ya digər gizli məlumatları telefon vasitəsilə soruşmaz. Belə zənglər və ya mesajlar aldıqda dərhal şübhələnməlisiniz. Hər zaman məlumatları birbaşa fondun rəsmi saytından, rəsmi 113 qaynar xəttindən və ya birbaşa şöbələrinə gedərək yoxlayın. Özünüzü və yaxınlarınızı potensial fırıldaqçılardan qoruyun. Bu, çox ciddi bir təhlükədir və minlərlə təqaüdçü artıq belə hallarla üzləşib. Dördüncü nüans, pensiya ödənişlərinin dayandırılma müddəti və bərpa prosesidir. Əgər pensiya ödənişləriniz dayandırılsa, bu o demək deyil ki, siz pensiya almaq hüququnuzu tamamilə itirmisiniz. Bu, sadəcə olaraq ödənişlərin müvəqqəti olaraq dondurulmasıdır. Lakin problem odur ki, ödənişlərin bərpası prosesi müəyyən vaxt ala bilər. Məsələn, Rəşid kişi 68 yaşında fondun tələbinə gec reaksiya verdi və pensiyası 2 ay müddətinə dayandırıldı. O, lazımi sənədləri təqdim etdikdən sonra ödənişlər bərpa olundu. Lakin bu 2 ay ərzində o pensiya ala bilmədi və bu müddət ərzində yığılan vəsaitləri almaq üçün əlavə ərizə yazmalı oldu. Bu, Rəşid kişiyə əlavə narahatlıq və vaxt itkisi yaşatdı. Bu cür vəziyyətlərlə qarşılaşmamaq üçün fondun tələblərinə vaxtında və düzgün reaksiya vermək çox vacibdir. Gecikmə nəinki maddi çətinliklərə, həm də əlavə bürokratik prosedurlara səbəb ola bilər. Praktiki məsləhət, izləyicinin atmalı olduğu konkret addımlar. İndi isə keçək ən vacib hissəyə. Bəs siz konkret olaraq nə etməlisiniz? Bu məlumatdan sonra necə hərəkət etmək lazımdır? Mən sizə addım-addım təlimat verəcəyəm. Birinci addım, əlaqə məlumatlarınızın aktuallığını yoxlayın. Əvvəla, Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan mobil telefon nömrənizin və yaşayış ünvanınızın hazırda aktiv və düzgün olub-olmadığını yoxlayın. Niyə bu vacibdir? Çünki fond sizə bildirişləri adətən bu yollarla göndərir. Əgər sizin köhnə nömrəniz qeydiyyatdadırsa və ya ünvana göndərilən məktubları almırsınızsa, kritik məlumatlardan xəbərsiz qala bilərsiniz. Nə etməli? 1. Ən yaxşısı, fondun 113 qaynar xəttinə zəng edin.
Özünüzü təqdim edin, şəxsiyyət vəsiqənizin seriya və nömrəsini bildirin və əlaqə məlumatlarınızın aktuallığını soruşun. 2. Əgər sizdə elektron imza varsa, e-sosial portalına daxil olaraq şəxsi kabinetinizdə məlumatlarınızı yoxlaya bilərsiniz. 3. Əgər məlumatlar köhnəlibsə və ya tamamilə qeydiyyatda deyilsə, dərhal fondun yerli şöbəsinə yaxınlaşaraq məlumatları yeniləyin. 2. addım. Şəxsiyyət vəsiqənizi yoxlayın. Şəxsiyyət vəsiqənizin etibarlılıq müddəti bitməyibsə və ya son illərdə yeni vəsiqə almısınızsa, bu dəyişikliyi pensiya fonduna bildirib bildirmədiyinizi dəqiqləşdirin. Nə etməli? Number 1. Şəxsiyyət vəsiqənizin üzərindəki son tarixə baxın. Əgər yaxın vaxtlarda bitəcəksə və ya bitibsə, dərhal yeni vəsiqə almaq üçün asan xidmətə müraciət edin. 2. Yeni şəxsiyyət vəsiqəsi aldıqdan sonra əmin olmaq üçün bir dəfə də fondun yerli şöbəsinə gedərək vəsiqənizin məlumatlarının sistemdə yeniləndiyinə əmin olun. Bəzən sistemlər arasında məlumat mübadiləsi avtomatik olsa da, əlavə yoxlama heç vaxt ziyan etməz. 3. addım. Fonddan bildiriş gözləyin və ya aktiv olun. Əgər siz yuxarıda qeyd olunan risk qruplarından birinə daxilsinizsə, uzun müddətdir ölkə xaricində yaşayırsınız, yataq xəstəsisiniz, pensiyanızı poçtdan uzun müddətdir götürmürsünüz, fonddan xüsusi bir bildiriş gözləyin. Lakin bildiriş gəlməsini gözləmədən də aktiv ola bilərsiniz. Nə etməli? 1. Əgər hər hansı bir şübhəniz varsa, dərhal Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinə gedin. Ora gedərkən mütləq şəxsiyyət vəsiqənizi və pensiya kartınızı, əgər varsa, özünüzlə aparın. 2. Şöbədəki əməkdaşa vəziyyətinizi izah edin və pensiya ödənişlərinizin davamlılığı üçün hər hansı bir əlavə sənədə və ya prosedura ehtiyac olub-olmadığını soruşun. 4. addım. Sənədlər toplayın. Tələb olunarsa. Əgər fond sizdən şəxsiyyətinizi təsdiq edən sənədləri yenidən təqdim etməyi tələb edirsə, bu adətən şəxsiyyət vəsiqəniz, ərizə forması və bəzən bank rekvizitlərinizi təsdiq edən sənəd ola bilər. Nə etməli? 1. Fondun əməkdaşlarından konkret olaraq hansı sənədlərin tələb olunduğunu dəqiqləşdirin. Məsələn, bəzi hallarda yaşayış yerindən arayış, tibbi arayış, yataq xəstələri üçün və ya notarial qaydada təsdiqlənmiş etibarnamə lazım ola bilər. 2. Bütün sənədlərin orijinallarını və bir neçə surətini hazırlayın. Unutmayın ki, bəzi hallarda sənədlərin notarial təsdiqi də tələb oluna bilər. 3. Sənədləri təqdim edərkən mütləq sizə təqdim etmə barədə arayış və ya qəbz verilməsini tələb edin. Bu, gələcəkdə hər hansı bir anlaşılmazlıq yaranarsa, sizin üçün sübut rolunu oynayacaq. 5. addım. Fırıldaqçılardan qoluman. Heç vaxt bank kartınızın gizli məlumatlarını, PIN kod, CVV, parol, telefonla və ya şübhəli saytlar vasitəsilə heç kimə bildirməyin. Rəsmi qurumlar bu məlumatları sizdən tələb etməz. Nə etməli? 1. Şübhəli zəngilər və ya mesajlar aldıqda dərhal əlaqəni kəsin. 2. Hər zaman məlumatları Dövlət Sosial Müdafiə Fondunun rəsmi mənbələrindən 113 qaynar xətti, rəsmi sayt, yerli şöbələr yoxlayın. Unutmayın ki, bu addımlar sizin pensiya ödənişlərinizin davamlılığını təmin etmək üçündür. Məsuliyyətli olun və lazımi tədbirləri vaxtında görün. Nəticə və son çağırış. Hörmətli təqaüdçülərimiz, əziz izləyicilərimiz, bugün biz Dövlət Sosial Müdafiə Fondundan gələn həyati vacib bir xəbərdarlıq barədə danışdıq. Pensiya sistemindəki dəyişikliklər, məlumatların aktuallığının tələb olunması, kimin diqqətli olması gərəkdiyi, istisnalar, tələlər və ən əsası sizin konkret olaraq hansı addımları atmalı olduğunuzu ətraflı şəkildə izah etdik. Bu məlumat sizin maddi təminatınızın davamlılığı üçün çox vacibdir. Yenə də xatırlatmaq istəyirəm ki, bu cür məlumatları hər zaman rəsmi mənbələrdən dəqiqləşdirin və fırıldaqçılıq cəhdlərindən özünüzü qoruyun. Sizin vəsaitləriniz sizin təminatınızdır və onu qorumaq hər birimizin borcudur. İndi isə sizdən ricam odur ki, bu videonu bəyənin, kanala abunə olun və ən əsası bu məlumatı tanıdığınız bütün təqaüdçülərlə, bütün qohumlarınızla, dostlarınızla paylaşın.
Qoy hər kəs bu vacib məlumatdan xəbərdar olsun və potensial problemlərin qarşısını ala bilsin. Pensiya fondunun bu çağırışı sizin mənafeyiniz üçündür və bu qaydalara əməl etmək sizin rahatlığınız üçündür. Videoda səsləndirilən məsləhətlər barədə nə düşünürsünüz? Sizin öz təcrübələriniz var. Aşağıdakı şərhlər bölməsində öz fikirlərinizi, suallarınızı və təcrübələrinizi bizimlə bölüşün. Hər bir şərhi diqqətlə oxuyacağam və imkan daxilində cavablandırmağa çalışacağam. Sizin fəallığınız digər təqaüdçülər üçün də faydalı ola bilər. Unutmayın, birlikdə daha güclüyük və bilikli informasiyalarla bir-birimizə dəstək ola bilərik. Sağlıqla qalın. Növbəti videolarda görüşənədək.